Sonra mən ən böyük uğurluğum nə olubdur? Mən sizə deyim ki, mən sizinlə açıq danışırdım, heç nəyə gizlətməyəcəm. Mən şəhərdə olanda, demək, dəmir yolunun müdürü, deməli, o vaxt Sovet dönəmi idi. Onlarla münasibətimi düzəltmişdim. Onların hərəsini bir maşın hədiyyə vermişdim mən. Deməli, Ermənistandan vaqonlar getmir. Ondan birdən hansılar xoşuma gəlirdi. Deyirdim ki, 30 dənə vaqonu yığırdılar bir tərəfə. Mən rayondan 2-3 nəfərlə gedirdim Ukraynaya, ya Rusiyaya. Deyirdim, gedəcəm, mal buram, gətirəm, satam. Və mən o vaxt rayon prokuroru, polisi, hakim hamı ilə dostluydum, yeyib içirdik. Bunlara şayə yayırdım ki, məsələn, mənim artıq Rusiyadan 30 vaqonum gələcək. Ancaq bu vaqonları vermişəm bu tərəfdə. Məndən müqavilə bağlamağa gedən adamlar orada deyirlər ki, İsfəndiyar qiymətinə baxmadı, hamı ilə müqavilə bağladı, malları almağa. Biz bu halda almadıq. Bu düşüncəni cəmaətin beyninə yeridirdim, gətirirdim. Tam cəmaət inanırdı mənə. Siz təsəvvür edək ki, polis rəisinin qabağında 30 vaqonu saxlayırdım, hərəsini hamıza hədiyyə verdim. Onların yeyib içirdilər ki, vaqonların gəldi. Onlar hamısı uğurluydu. Siz bildiyiniz 30 vaqonu uğurluyordunuz. Bəli, birdən. Bəxtimiz gəlib bank soymağa başlamamısınız. Hamı da eləyərsiniz ki.